Son 2 gün ərzində Suriyada hakimiyyəti ələ keçirən vəhabilər Livana hücumlar həyata keçiriblər. Bunun paralelində isə İsrail də Livanın cənubuna zərbələr endirib. Amma digər tərəfdən isə İsrail ordusu Suriyanın cənubunda 3 vilayəti ələ keçirib. Suriyada hakimiyyəti ələ keçirən vəhabilər öz torpaqlarını işğal edən İsrailə qarşı yox, onlarla işi olmayan Livana müharibə elan edib. Həmçinin Livanda elə bir yerə hücumlar ediblər ki, həmin yerlərdə İsrail əleyhinə fəaliyyət göstərən şiələr yaşayır. Nəysə, gəlin biraz tarixə nəzər salaq. Bir zamanlar Müaviyə İmam Əli ilə döyüşmək üçün cümə namazını çərşənbə günü qılan insanlardan ibarət ordu toplamışdı. Tarixi oxuyarkən bizə qəribə gəlirdi. Cümə namazını çərşənbə günü qılmaq nə deməkdir? Bu insanların təqvimdən xəbəri yox idimi? Bugün dünya hadisələrinə baxdıqda Amerika və İsrailin müsəlmanlara zülm etdiyi bir dövrdə vəhabilərin də onlara qoşulduğunu gördükdə İmam Əli əleyhissalamın dövründə yaşananları daha yaxşı anlamağa başlayırıq. Bu insanlar təkcə təqvimdən xəbərsiz deyillər, həm də gözlərinin önündə baş verən hadisələri belə görə bilmirlər. Onlar sanki beyinlərinə yüklənmiş proqramla işləyən robotlardır. Allah Mülk surəsində buyurur: O, 7 göyü təbəqələr şəklində yaratdı. Rəhman olan Allahın yaratmasında heç bir nizamsızlıq görə bilməzsən. Gözünü çevir bax, hər hansı bir nöqsan görə bilərsənmi? Sonra gözünü çevirib təkrar bax. Göz, görmək istədiyi nöqsanı tapa bilməyib, aciz və yorğun bir halda sənə dönəcəkdir. Ey vəhabilər, baxın, gözünüzü çevirib bir də təkrar baxın. Məgər Allahla düşmənçilik edənlərin kimlər olduğunu görmürsünüzmü? Qəzzada, Livanda, Yəməndə baş verənləri görmürsünüzmü? İslam düşmənlərinin dəyirmanına su tökməyi haçan dayandıracaqsınız?